istədiyimiz mövqedə deyirlər İranla bağlı, İranın gələcəyi ilə bağlı. Bu həm təhlükədir, həm də imkandır. Yəni. Və sırf nəzəri olaraq 50-50-yə demək olar. Və bunun tərəzinin hansı gözündəki 50-nin artacağını, hansındakı azalacağını insanların qəbul etdiyi qərarlar və atdığı addımlar müəyyənləşdirir. Bunu mən həmişə deyirəm, bir məşhur bir filosofun sözü var ki, gələcək bugün bizim qəbul etdiyimiz qərarların məcmuyudur. Yəni, gələcək abstrakt bir şey deyil ki, nə olacaq? Biz nə edəcəyiksə, ona uyğun da gələcək formalaşacaq. Və əgər İrandakı gələcəkdən söhbət gedirsə, burada əsas qüvvələr kimdir? Vətəndaşlardır, xalqdır, etnoslardır. Onların siyasi qurumlarıdır, ictimai qurumlarıdır, nüfuzlu insanlarıdır, söz sahibləridir, döyüşə bilən insanlarıdır. Bunlar nə mövqe tutacaqlar? Ehtiyatlı mövqe tutub geri çəkiləcəklər, yoxsa cəsarətlə öz hüquqlarını müdafiə edəcəklər, dilə gətirəcəklər. Bundan asılıdır. Həmin ölkədəki birbaşa bu etnoslara bağlı olmayan, ancaq hər halda müəyyən məsuliyyəti olan hüquq mühafizə orqanları mı deyək, hərbi qüvvələr mi deyək, silahlı qüvvələr mi deyək, onların davranışıdır. Və bir də kənar qüvvələrdir. Kənar qüvvələr də aydındır. Amerika Birləşmiş Ştatları məncə hamı razılaşar ki, İranın bütövlüyündə maraqlıdır. Və İranın hələ ki maraqlıdır. Trump'ın dediyi kimi mötədil bir xarakterli, düşüncəli bir insanın hakimiyyətə gəlməsini və görünür Amerika ilə normal münasibətlər saxlamasını istəyir Trump. İsrail fərqlidir. İsrail bölgədə Amerika kimi qlobal düşünmür. Özünün düşüncəsi var, özünün rolunu artırmaq, təsirini artırmaq, gücünü artırmaq fikrindədir və İranı da Kürdlərin deməli, təsirini artırmaq yolu ilə İranı daha çox təsirləmək, İrandakı prosesləri daha çox idarə etməyə imkan qazanmaq istəyir, görünən budur. Türkiyənin yanaşması daha fərqli və məsuliyyətli bir yanaşmadır. Türkiyə genel olaraq İranın parçalanmasına maraq göstərmir. Çünki Türkiyədə düşünürlər ki, İran parçalanacaqsa, bu digərləri üçün də bir nümunə olacaq. Bugün İran parçalanırsa, sabah Türkiyənin də belə parçalanması əhval-ruhiyyəsi ortada olacaq. Bunu istəyənlər, gözləyənlər, bu istiqamətdə çalışanlar olacaq. Ona görə də Türkiyə İranın bütövlüyündə mümkün qədər Türkiyə ilə yaxşı münasibətlərdə olmasında və ən azı Türkiyədən güclü olmamasında maraqlı olacaq. Bu da anlaşılandır. Azərbaycanın məsələsi daha mürəkkəbdir. Azərbaycanda bir milli ideal var, bütöv Azərbaycan milli idealı var və bu ideal Azərbaycan əhalisinin əksəriyyətinin qəlbinə, şuuruna hakimdir. Eyni zamanda Azərbaycan xalqı kim nə deyir desin, çox təcrübəli, müdrik və ölçüb biçməyi bacaran bir xalqdır. Azərbaycan xalqı ölçüb biçmədən, bu məsələnin müsbət nəticələnəcəyinə arxayın olmadan hansısa riskli addımlar atmanın tərəfdarı deyil. Və burada Azərbaycan xalqının bu yanaşması həm şimalda yaşayan, xalqımızın şimalda yaşayan insanlarının təhlükəsizliyi, maraqları baxımından nəzərə alınır. Həm də elə güneydəkilərin də həyat və təhlükəsizliyi nəzərə alınaraq elə bir yanaşma ortalığı qoyulur. Yəni, çünki risk güneydəkilərə bəlkə daha çox aiddir, nəinki quzeydəkilərə. Ona görə bu milli idealın varlığı ilə bu ideala yaxınlaşmaqdakı sürətin müəyyənləşdirilməsi fərqləri mövcuddur. Bu məsələnin bir tərəfidir. Məsələnin ikinci bir tərəfi Azərbaycan ziyalılarının içində güneyli, quzeyli, xeyli ziyalı düşünən insanların arasında belə bir təsəvvür var ki, kifayət qədər reallığa yaxın təsəvvürdə. Əgər İran əhalisinin əksəriyyəti Azərbaycan türkləridirsə, yəni Azərbaycan türkləri bəllidir ki, İranda milli azlıq deyirlər, demək olar ki, milli çoxluqdurlar. Və bu milli çoxluqsa biz, İranda proseslər normal axarına düşsə və az-çox normal seçkilər keçirilsə, elə seçkilərdə hansı qüvvə çoxdursa, o da üstün gələcəkdə.
Yəni bu yanaşma da var. Bu da özünü göstərir. Sizin yanaşma hansı? Və eyni zamanda hakimiyyətin yanaşması var. Hakimiyyəti bilirsiniz, indi yaxşı tənqid eləmək üçün həmişə imkanlar olur və səhvləri də olur hakimiyyətin, boşluqları da olur. Amma eyni zamanda hakimiyyət də özünü hakimiyyət nə cür aparmalıdır, yuxarı aşağı o cür aparır da. Yəni ki, bütün bu məsələləri bilirlər, nəzərə alırlar. Amma diplomatik məsələlərə, qaydalara, qanunlara, üsullara, protokola və s. əməl etməklə bu zamanın gələcəyinə baxırlar. Mən əminəm ki, hakimiyyətin özündə də çox gözəl başa düşürlər ki, İranda teokratik rejimin, molla rejimi deyək ki, hamıya aydın olsun. Molla rejiminin qalması Azərbaycan üçün də təhlükədir. Bunu mən əminəm ki, hakimiyyətdəkilər də başa düşürlər. Amma başa düşürlərsə hərəkət eləməlidirlər də. Bu hərəkətin də müxtəlif istiqamətləri var. Bunun bir istiqaməti bizim güneyli soydaşlarımızdan daha çox işləməkdir. Sadəcə onlara bir qonaqlıq verib demək ki, arxayın olun, biz sizlənik filan yox. Ciddi şəkildə onlara dəstək verilməlidir. Onların soydaşlarımızın Amerikada və Avropada yaşayan liderlərinə fərqli münasibət olmalıdır. Nə çətin bir işdir ki, bu müharibədən əvvəl, hamı bilirdi də müharibə olacaq. Müharibədən əvvəl Bakıda bir hakimiyyət rəsmi şəkildə eləmək istəmirsə, QHT-lərin biri ilə, hansısa hakimiyyətə lap yaxın partiyaların birinin xətti ilə bir konferans təşkil edib, Amerikada və Avropadakı Güney Azərbaycan liderlərini, tanınmış şəxslərini, ziyalılarını o konferansa dəvət eləməyək. Dəvət eləyək, gəlsinlər. Burada həm rəsmi şəkildə konferans keçirilsin. O, Azərbaycan dövlətinin deməli olduğu sözlərin də bir qismin həmin konferansda deyək, deyilsin, başqaları desinlər və qeyri-rəsmi müzakirələr də aparılsın, həm müxtəlif qüvvələr arasında, həm elə o soydaşlarımızın arasındakı güneyli soydaşlarımız, bəzən biz də, onlar bizi qınadığı kimi biz də onları qınayırıq ki, niyə bir araya gəlmirsiniz, niyə bir-birinizlə məsləhətləşmirsiniz və s. və s. Şərait yaradaq, danışsınlar, müzakirə etsinlər, ortaq mövqelər, ortaq platformaları müəyyənləşdirsinlər. Qeyri-rəsmi şəkildə həmin qüvvələrlə hakimiyyətin danışıqları olsun, danışılsın, deyilsin ki, onlar desin, biz nə istəyirik, hakimiyyət desin, bizim narahatlığımız nədəndir bir. Danışılsın, razılaşdırılsın, müəyyən iş bölgüsü aparılsın. Yəni, burada ediləcək o qədər iş var ki, və bu işin görülməməyi təbii ki, mənə məyus eləyir. Ola bilər, bəlkə də bizim bilmədiyimiz müəyyən işlər görülür, amma bəzən o işlərin bir hissəsi açıq şəkildə ortaya qoyulmalıdır. Açıq şəkildə ortaya qoyulmalıdır ki, İrandakı bizim çox 10 milyonlarla soydaşımız görsünlər ki, Bakıda onların taleyi ilə maraqlanırlar, narahatdırlar, müzakirələr gedir. Güneyli, quzeyli ictimai-siyasi xadimlər, hakimiyyətin nümayəndələri daxil bir araya gəlib ölçüb biçirlər, məsləhətləşirlər, mesajları verirlər, hələ rəsmən deyilməyən müəyyən qərarlar qəbul olunur və s. və s. Bunu güneydəki soydaşlarımız da görməlidir, quzeydəkilər də görməlidir, dost da görməlidir, düşmən də görməlidir. Bunu eləmək lazımdır. Bu tipli xeyli addımlar var ki, durub mən bunları bir-bir hamısını sadalamağım da biraz yaş çıxmırdır. Çünki mən arxayınam ki, mənim bildiyimi bunlar da bilirlər. Bilirlərsə eləsinlər də, nümayiş etsinlər, göstərsinlər ki, bildikləri bir şeylər var. Və eyni zamanda hər zaman dediyim sözü yenə də təkrar edirəm ki, Azərbaycanda gerçək milli birliyə, həmrəyliyə ehtiyac var. Bu sözdə yox, əməldə olmalıdır, gerçəklikdə olmalıdır. Siyasi təqiblərə son qoyulmalıdır, siyasi repressiyalara son qoyulmalıdır. Siyasi məhsullar hamısı azadlığa buraxılmalıdır. Ölkədə söz azadlığına şərait yaradılmalıdır. Siyasi fəaliyyət azadlığına şərait yaradılmalıdır. Bunlar olmadan əvvəla millətimizin gücü toparlana bilməz. Millətimizin isə gücünün toparlanmasına ehtiyac var bu mürəkkəb zamanda, mürəkkəb mərhələdə. Eyni zamanda biz böyük hədəflərdən danışırıqsa, o dostlarımız da, dost olmayanlar da görməlidirlər ki, bu millət yenə də haqqa, ədalətə uyğun şəkildə, demokratiya prinsiplərinə, beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərməyə qadir olduğunu nümayiş etdirir.
gücünü toparlayır. Yəni bunlar görülməlidir. Bu istiqamətdə konkret addımlar atılmalıdır. Yaşayıb görəcəyik. Hər halda biz Müsavat Partiyası olaraq ölkəmiz üçün, xalqımız üçün, bütöv Azərbaycanımız üçün nə etmək lazımsa etməyə çalışırıq və çalışacağıq. İsa bəy, çox təşəkkür edirəm sizə vaxt ayırıb efirimizə gəldiyiniz üçün. Siz də sağ olun.